Salam hörmətli şagirdlər, qarşınızda Wilson Akademiyada Murad müəllimdir. Bugün sifət zərf bölməsinə aid bir sual işləyəcəyik. Xüsusilə şagirdlərin ən çox qarışdırdığı hissələrdən biri quiet və quiet fərqinə baxacağıq. Baxın, quiet axırıtı ilə bitən bu sakit deməkdir və sifətdir. Digər isə quiet. Bu zərfdir və çox, tamamilə mənalarında işlənilir. Buradan biz nə bilə bilərik? Ümumiyyətlə, qaydaya əsasən iki sifət yanaşı işlənə bilməz. Yəni, quiet və cold, sakit, soyuq ifadəsini biz işlədə bilmərik. Bu səbəbdən biz B bəndini siləcəyik. Daha sonra, sifətdir, düzdürmü? Biz sifətdən sonra necə yenidən bir sifət verə bilərik ki? Eyni qaydada Y bəndini də silirik. Daha sonra, əlimizdə A, C və D bəndi qalır. Həqiqətən də quiet dərəcə zərfidir bir növ, düzdürmü? İndi, A bəndini siləcəm ki, baxın, quiet sözü zərfdir və iki dənə zərfi mən burada necə işlədim? Ümumiyyətlə, cold verməliydim burada, A bəndi gedəcək. Çünki burada bizdə ismi xəbər var və ismi xəbər olan yerdə mən sifət verməliyəm, düzdürmü? Ya C bəndi, ya D bəndidir. İndi isə quiet adi dərəcənin göstərgəsi olduğu üçün mən burada colder, yəni müqayisə dərəcəsini verə bilmərəm. Bu səbəbdən C bəndini də siləcəm, qalacaq məndə bir dənə D bəndi. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşmək ümidi ilə.